Physical education, fiziki tərbiyə. Different sports for different benefits. Müxtəlif idmanlar, müxtəlif faydalar üçün. Children play sports because they can have fun with their friends, they feel good playing and they like to compete. Uşaqlar idmanla məşğul olurlar çünki onlar öz dostları ilə əylənə bilirlər. Onlar özlərini yaxşı hiss edirlər oynayarkən və onlar yarışmayı xoşlayırlar. But for scientists, sports are really good for you physically, emotionally, mentally and socially. Lakin alimlərə görə idman yaxşıdır, həqiqətən çox yaxşıdır sənin üçün fiziki, emosional, əqli və yaxud zehni və ictimai. Scientists say sports can. Alimlər deyir, idman bacarır, increase muscle strength, artırmaq əzələ gücünü, reduce stress, depression and extra weight, azaltmaq stresi, depressiyanı və artıq çəkini, improve focus, memory and schoolwork, inkişaf etdirmək, nədir o? Fikrini cəmləşdirmək, yaddaşı və məktəb işlərini, teach, teamwork and respect, öyrətməyi, komanda işini və hörməti. Scientists also say that it's good to practice different types of sports, not only one. Why? Alimlər həmçinin deyir ki, bu yaxşıdır, məşq etmək müxtəlif növ idmanları, tək biri ilə deyil. Niyə? When you play different sports that have a variety of movements and skills, you feel motivated. Siz deməli, müxtəlif idmanlarla, hansıların ki var müxtəlif hərəkətləri və bacarıqları məşq edirsiniz, siz hiss edirsiniz özünü motivasiya olunmuş. Different sports develop different physical abilities. Müxtəlif idmanlar inkişaf etdirir müxtəlif fiziki qabiliyyətləri. Sports like running, soccer and swimming develop your heart and lungs. Deməli, qaçış, futbol və üzgüçülük kimi idmanlar inkişaf etdirir sənin ürəyini və ağciyərlərini. Yoga and Pilates are excellent for flexibility. Yoga və Pilates əladır sənin elastikliyinə, çevikliyinə. And activities like weight training can make you strong. Və ağır atletika kimi hərəkətlər səni daha güclü edə bilir. So, to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. Demək, beləliklə sağlam və güclü olmaq üçün əlavə et 60 dəqiqə idman öz gününə. And go for it və get buna doğru və əldə et bunu, belə demək olar. You can try different types of sports, practice every day and enjoy life. Sən müxtəlif növ idmanlarla məşğul ola bilərsən, məşq edə bilərsən hər gün və həyatdan həzz al.